genişləməsinə baxmayaraq, son zamanlar evimizdə maddi vəziyyətimiz heç də yaxşı deyildi. Arzu, biraz ehtiyatda pulum var. İstəyirəm bir dənə ev alam. Kamran böyüyəndə yaşayar da. Nə deyirsən? Həcəm. Onsuz da bu ev elə Kamranın da. Niyə Kamrana bir dənə də ev alırsan ki? Sən ondan sonra qismət ev alır. Bu! Talih, yazığım gəlir. İnanırsan neçə gündür eyvanda yatır. Bax deyir ki, yağış yağır üstünə tökülür, ağcıqanat yeyir. Talih o gün az qala ildırım vurub salmışdı eyvandan aşağı. Çox soğudum. Sən heç görmüsən onu o vəziyyətdə orada?Əni görməmişəm, görürəm də. Mən elə şeylərdən zövq alıram da Arzu. Depresiya düşmüşdüm, iynə, dərman, həkim xeyir olmadı. Mən o depresiyadan qismət çıxartdı. Necə? Gəldim, gördüm ki, qismət balkonda suyun içində titim titriyir. Ona baxdım, humanistiyim tutdu, insanlığım tutdu, ürəyim dağa döndü, qapını örtdüm, elə də qaldı. Yox, hər bir kişi istəyər ki, onun bacanağı aşağı səviyyədə olsun. Bu, ümumi bir hissdir, adam belə şeylər yaşadırdı Arzu. Mən qismətə 40 minlik ev aldım. Hə, sən deyən oldu. Qismət harada deyəcək ki, Talih mənə 40 minlik ev aldı. Heç harada deməyəcək. Dəmirəm, qutar söhbət. Ay Talih. Hə. Nə olar, heç olmasa mənim xətrimə. Nə olar, qismət il yazıldı, bir dənə ev al da olar. Yox, burada xətir söhbət keçmir. Mən qismət ilə ev alsam bir şərtlə alaram ki, onlar geçsin, bu evdə sakitçilik olsun. Bacım, məhz bu evə gələn qismət kilin səsi mənim başıma düşür. Ona görə də ev bir şərtlə alaram. Qismət kil öz evlərinə köçsünlər. Yaxşı. Qismət, vay Qismət. Kimdir? Mənəm Talihdir. Nədir, Xəlif, nədir? Sən nə işin var? Bir dəqiqə çöl açıq. Bir dəqiqə gözlərimi geyinib sıxıram. Yavaş, evini çırtdın. Cipsa boyu dağıldı evinin. Nədir, Xəlif, nədir? Yemişəm ben səni. Yaman çox yatsan, ha? Talih, Ha. adamın yorğan döşəyi rahat olanda yuxudan heç ayılmaq istəmir. Elə. Nədən rahat mı evdir? Yoxsa deyil ki? Əlaydır. Bu gecə mənfi 3 dərəcə sərinlikdir. Düzəldi mi? Güzel. Qismət. Nədir? Ay Talih, nədir? Sözünü deyirəm, bezdirdiniz. Mən belə bir qərara gəlmişəm ki, sənə ev alım. Teymur kafeyə baş administrator keçəndən sonra işçilər bu ayda maaşlarını ala bilmədiklərindən şikayətləndirdilər. İsmail yaxında görün. Buradan pul çək 400 manat. 400 manat? Deməli, İsmail eşit gör nə deyirəm. 50 manat köhnədən mənə borcum vardı, onu çıxıram Hə, sənə. o 50 manat. Ay sağ ol. 150 manat da Türkiyə ilə telefonla danışmışsan, onu çıxıram səndən. 150 manat. Yox, onu çıxıram səndən, artıq heç çıxmıram ki. Daha nə oldu ya bütün? 200 manatlıqda restoranda yemişimsən, onu çıxıram səndən. O sonra Yox, onu da çıxmadın dəftərdən pozumdasan, yük olasın. cibimdə pul qalsın da. Yaxşı, gəl. Hə, maşın aldın, xeyriqə xaşlayasın. Amma mənə şirinlik vermədin, ha? Hə, nə oldu da? Şirinlik. Teymur, mənim maaşa ehtiyacım yoxdur, başa düşürsən? Mən hər ay buradan aldığım o 400 manat var ha. Onu göndərirəm Türkiyəyə. Hülya Afşara ki, hər ay kirayə pulunu versin. Başa düşürsən? O da əvəzində hər ay mənim üçün bəhəmət düzəldir öz əlləri ilə. Göndərir Bakıya. Neyse, aralaş, adım dəftərdən. Yuxarı elədim. Şərtlərim alacaq sənə. Problem yoxdur Talih müəllim. Mən bütün şərtlərinizə artıq razıyam. Qismət, biraz yaxın gəl. Belə, biraz arxaya, belə əlimi bölmə. Bir səhlənməyə xoşlayanır. Mən sənə 40 min manata ev alacağım, amma sən 40 min dəfə hər yerdə deyirsən ki, bu evi mənə Talih alıb.
İstəmirsən işte, problem yox. Talih müəllim, Ha, ha. Talih Ha, ha. müəllim. 40 min nədir? 50 min dəfə deyəm ki, Talih müəllim bu evi mənə alıbdı. Mən haram şeyləri sevmirəm. 40 minə ev almışamsa 40 min dəfə deyəcəksən. Gəl. Bax, bax. İkinci şərtim ondan ibarətdir ki, sizin nəslinizdə, kökünüzdə, nəsil nəcabətinizdə, əvəcdadınızda, yaxınınızda, ətrafınızda toy olanda ağsaqqal kimi birinci söz mənə verəcəksiniz və buna görə utanmayacaqsınız, bunu özünüzə aid bilməyəcəksiniz. Razı deyilsən sən, söhbət Talih bağlı. müəllim, sizin əlimi xeyriyə uzadım. Buyur, bir əlimi Talih bir müəllim, qama vurma. onsuz da bizim nəslin sizin kimi bir ağsaqqala ehtiyacı var idi. Zəhmət olsa əlinizi qoyun. Elə mi? Ondan mən buna nə elətdirim? Mən gələndə ayağa duracaqsan, kəlini görüşəcəksən, mən maçda minəndə qapını açacaqsan, bunları eləyəcəksən. Bax. Onsuz Onda mən- deməyə ehtiyac yoxdur. Talih müəllim. Bəlkə səhər bunu... Ayıbdır, elə şey eləmərəm mən, ayıbdır. Qonum var, qonşu var. Deməli, səninlə danışdığımız kimi də bu ay pulsuz işləyirsən, gələn ay maaşı mən özüm götürəcəm. 3-cü ayda baxarıq, işin xoşuma gəlməsə, bəlkə səni işdən azad elədim. Gittin. Ya nə oldu Teymur müəllim? Git işinlə məşğul ol, danışdığımız kimi. Onda qismət bellə, sən bu evini sök. Yığışdır da yəni, şey eləməyək. Mən gedim sənə bir ev bəyənim, amma şərtlərim an gələcək hər an. Problem yox. Talih müəllim, Ha. bircə dəqiqə üzr istəyirəm. Qismət, işim var, deyirəm mən sənə ev almaya gedirəm. Üzr istəyirəm. Vay. Bir dənə bu klincək sizin üçün tikmişəm, zəhmət olmasa bu... Dünyasında yox mənim, dünyasında yox. Hayır. Ya, dedim ya, qismət, yox dedim. Yox! Yaraşır, Çok sağ adam, yaraşır. bak dedi, tabii. Sən al da yaraşır, şal da yaraşır. Ben gedirəm. İcazə ver. Evi söküyorum. Ha, qismət, bu evi buralardan yığışdır. Oldu başladı. Bax, yaxın gəl görüm. Bir həyəcanlıyam elə. Gəl bura bu 500 manata qol çək, bax burada. Qol çək 500. Görüm, 500 əlimə dəysin. Deməli Abbas, sən də bura bax, dəftərə. Deməli 250 manatlıq buradan ət, ərcağayla aparmışsın. Onları bunu çıxıram səndən. 50 manatda orada unitazın qapağını basıb sındırmışsan, onu çıxıramsan. Deyirəm mənim, sən o bu ay çıxma da. Bu Leyli gilə evki gedirik, ona görə pul zad lazım olacaq. Leyli qaçıb gələnlə gedərsin də Leylikilə. Nənəsinin vəziyyəti pis deyil, Teymur müəllim. Nə olur da Leyli nəməz? Dedim ki, bu nənəsi idmanzadə eləyir axı. Və bu səhər bulvarda qaçanda pavorotu düz kəsə bilməyib, lobuna girib kaktusa. İnanırsın, Teymur müəllim, nənəsi deşik. Həkim deyir, bu su damızdırır. Pul qoy bura, nələndə var onun nəməsi. İstəyirsin də. Amma 20. Deyirəm ay Bəsti xala, bu evdə hamıdan çox sizin xətrinizi çox istəyirəm. İndi sizə bir şad xəbər verim, keyfiniz açılsın. Vəfagil bu evdən çıxıb gedirlər. Boy. Bu seni şart haber olasan ay kızım. Gel otur nardan ye. Geber görüm. Otur. Bura bak. Ye de ye nardan ye. Al. Biraz ye. Bilmişsen hara gedirler. Hara gedəcəklər ay Bəsti xala? Talihin onlara alacağı evə. Deməli, Talih Vəfiyə ev alır, hə? De gel canın çıxsın bəsdir. Sən buna da bir senari qur. Bəsti xala, bax, amma mən deməmişəm, siz də eşitməmisiniz. Deməli, sinarini belə başlayırıq. Sən Talihə deyirsən ki, əgər sən Vəfagil'e ev alsan, mən bu evdən çıxıb gedəcəm. Yox, belə desək, Məsi, Talih razı ola bilər. Bu zəif senaridir. Gəl belə eləyək.
Deməli, sən bu xəbəri eşidən kimi güya hissəlirsən, belə cim vurur başına, özünü pəncərədən yer atmaq istəyirsən. Elə özünü pəncərədən yerə atmaq istəyəndə sevda yapışır sənin kürəyindən, tutub saxlayır. Ay? Ay ana, mənə sevdiyi tapşırmayın. Bıraxar məni pəncərədən aşağı, qolum qılçasın hani. Düz deyirsən. Düz deyirsən, sağ yazığım gəlir. Məsih, yaxşısı budur, senarini öz üzərimdə qurum. Ay mama, deyirəm mənə da orada bir rol düz qoş. Atam, yaxşı malotsun da var. Məsləhətlidir, gətirin. 2 dəqiqəyə. Az, Leyli, sən da evdəkilərə demisənmi ki, axşam serisi gəlirik? Hə, Abbas demişəm. Abbas, amma gələndə o hündüşkan zadı gətirmə ha. Ata yox da sən də bu. Sən mənə dedin, mən də qaytardım dala da. Görmədim, keçin də qaytarım dala. Abbas deyirəm axı içinə gətirmə. Söz, qaytardım dala hamısında. Gör nə deyirəm, Leyli. Hə. Sən də mamana demisənmi ki, oğlan ciddi oğlandı, oturuşun biri, duruşun biri demisənmi? Hə, demişəm. Ay, belə şeylərdən bas bağla kim kimədir? Deyirəm, motosikletli də var. Yaxşı, anam buralarda yoxdur. Bilsək ki, qismətlə Vəfiyə ev alıram, qırğın salacaq yenə evə. Ay oğlum! Anam! Anam! Başına dönüm. Gel bir otur, ana bala söhbət eləyək bir yerdə. Yox, gedirəm. Beni sözlü adam oxşuyursan, Mən heç bir sözüm dedim yox, nə sözüm olacaq, işte, mən getimdə yaxşı sözüm Bir dayan, Ay can. Deyirəm, bəlkə ananla nəsə məsləhət eləmək istəyirsən. Anamla nə məsləhət eləmək istəyirəm sənə. Bu pencək nətər durur, bunu düyməli belə qoyum, yoxsa belə qalsın, yox. Məsləhətləşdik, mən sən dərin eləyəcəm, oldu. Başına dönüm, qadan alım. Bu qismət yazıqda, bu soyuq havada eyvanda yatır. Deyirəm yazıqdır da, özü yaxşı oğlan deyil, onu pis adam eləyən qaynanası Ceyrandır. Mənim ürəyim yumuşaqdır da, neyiniyim, ürəyimlə bacara bilmirəm. Deyirəm, ay Talih, imkanın olsaydı, o qismətə bir ev alardın, yüngül var başına dönüm. Hay mama, açıq deyəcəm elə bəyək Ceyranla, Arzu ilə, Ceyran xalayla bir yerdə məsləhətləşdik və mən belə qərara gəldim ki, onlarla məsləhətləşəndən sonra qismətlə Vəfiyə bir ev alım. Hə, qadın. Yaxşı eləmişsən, başına dönüm. Bilirəm mən. Onsuz da sən məsləhətləşəndə qaynananla, arvadınla məsləhətləşirsən. Mən kiməm ki, mən sənin anan deyil, amma başına dönüm. Sənin anan Ceyrandır. Bacın da Vəfadır. Sənin dost doğma bacın məsi dura-dura. İndi sən Vəfiyə ev alırsan, yadından çıxıb başına dön. O vaxtı ev almaq istəyirdin, pulun çatmırdı. Sana 1000 manat pul lazımdır. Getdin qismətə dedin ki, ay qismət, varınsama 1000 manat borç ver, gene qaytaracağım da ev alandan sonra. O da qayıtdı, dedi ki, qoy gedim hələ Ceyran xalı ilə, qaynanamla məsləhət eləyim sonra. Getdi o vaxtı Ceyranla nə danışdı, nə danışmadı. Ceyran onu nə təriflədisə, gördü, dedi ki, yox ya, pul nədir, zat nədir, mənim 1000 manatım hardadır. Bax, həmən qismət, indi sən onu ev alırsan. Yox, 1000 manat verdi, xaym ama vermədi ki. Hadi harda verdi? Oy, mən də elə biləm o 1000 manatı verib, mən də həmişə borçdan söz düşəndə söz fırladıram. Ничего себе, черт побери. Ничего. Другое специальности. Tek belə, anam sən tek. Yeri. Yadıma düşdü, özdən gəldim, mən səndən 1000 manat istədim. Sən dedin, mən sənə pulu yox, məsləhət verirəm, get qismətdən istəyim. Ay sağ ol, mən sana yalan söz demərəm, yeri. Abbas. Necəsən Abbas? Eşitdim, xəbər göndərmişsən ki, 200 manat Xansuvara pul verəcəyim var. Nə məsələdir? Yox, prosto sənin yanına gəlməyə xotum yox idi. Ona görə belə ad buraxdım ki, güya sağa 200 manat borcum var, sən də qaça-qaça gələsən. Yox, getmə. Gör nə deyirəm, sana işim düşür. Bu mən Leyli ilə elçilərimi göndərim. Kimi? Leyli ilə.
İstəyirəm ki, bu elçilikdə sən də iştirak edəsən. Bilirsən ha sən bu işə var. İstəyirsən elçilikdə hörmətli adam qalasın ha sən tərəfdən. Düz deyirsən. Prosto Talih müəllimi tapa bilmədim deyin. Daha çarəsizlikdən sağ ağız atası oldu. Qismət! Haycan bacana. Haycan da daha bacanağa ne vaktan haycan der. Burada bana fırramayın içmesi bir. Öyle değil. Ne Talih, ne oldu? Sen bana, ben demiştin şu İrem neyin İrem, ben de sana dedim ya ev alasın. Böyle bir söhbət var. Bəli. O söhbət öldü, tutardı, o söhbət yadından çıxar. Baya düşdüm. Niye ki Talih? Niye ki? Çünkü yadındadır, ben o vaxt bu ev alanda, yadındadır, dedim 1000 manatım satmır, sen bana 1000 manat borç ver. Sen de dedin yok verebilmərəm, yadındadır. Nitsivosibe, sen bana 1000 manat vermişsən, ben sana 40 bin manatlığı varım. Nitsivosibe, niye xeyirdi bir çorpa biri? Bir saniye. Talih. Ha? O vaxt mən sənə 1000 manat versəydim, Ha? sən deyəydin ki, sən də bu evdə qalırsan, o 1000 manat öldü. Mən səndən ötəri qulağam. Kulak değilsen, şartlar pozsun, bəxtançlığı sen kulak olacaksın, ben ev alacağım. O şartlar pozsun, oraya orada kısmet. Sen evsiz kaldın, şart özün pozdun, tutar neyse be. Talih, Ha. məni evlə qorxuzmayı. 5 dəqiqənin içində burada bir ev qaldıraram ki, gəl görəsən. Başa düşdün mə? Evet, qur yaşa, senle o evde yaşamışsın, tutar söhbət. Dayan ha. Başa düşmədim, ben içivasını çortma biri. Pencək ver bro. Ne pencə ya, pencə. Əynindəki pencək. Ha, ben pencək giyinməmişəm, özün giyindirsən, özün də soyundur. Görürüm, buyur. ha bura. Xans var, sən elçilikdə olanda səndən soruşsalar ki, oğlan haranı qutarıbdı? Denən ki, Bakı dövləti qutarıbdı. Gül qutar. Ama Bakı dövləti yəni tutarmışsan da oradan, yəni diplomum var, biz orada yalancı çıxmayalım. Yəni, Bakı dövləti qutarmışsan deyənə ki, dəqiq yadımda deyil, mən o vaxt Bakı dövlətə oxumağa gedirdim, yoxsa orada mən stayanşıq işləyirdim. Amma bilirəm ki, günə bir 20-30 manat qazanırdım. Onda xansı var, nə var elə açıq danışıq? Nə var onu denən ki, yalancı çıxmayaq. Denən ki, 6-cı sinifdə məktəbi yandırdığına görə elə 6-dan qovublar məktəbdən. Bak gül kimi razılaşmışdın da qismətinə vəfaya ev almağa. Ne oldu ya birdən-birə fikrimi dəyişdin? Arzu, ben fikrimi dəyişmirəm. Mən sözü bir dəfə deyirəm. Başa düşdün? Mən bacanağım qismətə ev almayacağım. Tojiminin içivosibi. Mən niyə qismət ev almalıyam? Mən niyə bacanağıma ev almalıyam? İçivosibi, tutar Talih oğlum, qurban olum sənə. Aha. Mən heç vaxt sənin işinə qarışmamışam. Güzələmsən. İndi də qarışmıram. Ha, Bax, yaxşı. özün bilərsən. Aha. Amma prosta həmişə deyirəm ki, mənim kürəkənim Talih sözünün üstündə durandır. Yoxsa o biri kürəkənim qismət kimi dediyin eləməyən. Qismətdən ona görə bax zəhləm gedir ki, gah belə deyir, gah belə. Amma sən Talih mərdsən, kişisən, sözünün ağassan. Bax, əgər sən dedinsə qismətə ev alacam, deməli alacaqsan. İndi bilmirəm də əsəbləşimsən nədirsə, amma hiss edirəm, anıyam. Bilirəm ki, sən bu evi alacaqsan. Ceyran xala, mən yenə deyirəm, mən sözümün ağasıyam. Mən demişəm sən qismət ev alacam, deməli qismət ev alacam. Salih sözümü də verir. Salih, bax bilmirəm nədəndirsə, uşaqlarım da bilir. Həmişə ürəyimdə də demişəm, hamının yanında da demişəm. Nədənsə bunu hiss eləmişəm ki, bu evin böyüyü sənsən. Ay, yerim görüldü. Talih, sən sözünün ağasısan həmişə. Qismət, bilirsən, o fağır deyə, iküzdü, sözünün ağası olmayan bir adam da ay bala. Sən qismət kimi fağırdan nə gözləyirsən ay Talih, hə? Sən bu sözləri hardan tapırsan? Nə Talihi yıxıb yerə sürdüm. Yekə adamsan. Mən sən Xansuvarın yanına bura gətirdim ki, biraz tez işləyəsən. Pul qazanasan, iş görəsən. Bir müştərini 15 saata yola salırsan. Neyini ay məhəbbət, sonradan artırırız da sifariş. Məhəbbət nə də kişi? Məhəbbət müəllim. Məhəbbət müəllim səndə 2 dənə bı var, 2 dənə lı var. Məhəbbət müəllim olsun. Qutardı getdi, olsun yox elə elədir. Bir kamaz sement demişəm, boşalt 15 dəqiqə boşaldırsan bir kamaz sementi.
Ona görə mən səni cərməliyirəm qardaş. Sarı getdi 5 manat cərməliyirəm səni. Məhəbbət müəllim, ona görə adam cərməliyirlər ki. Niyə cərmələmirlər ki? Ə kişi, bu nədir? 10 qəpili mismara görə məni cərməliyiblər. Damadın arasında bulvarda o qədər kəmərlə məni döyüblər ki. Niyə ki? Nədə 10 qəpili mismara görə? 10 qəpili mismarla qalxın maşını bu baş o baş sızmışdım, ha? 10 qəpili mismara görə, sən mən burada 5 manat söhbət edirsən. Gəç kamazı boşal. Bir də elə şey eləmə. Qismət, bu nədir? Bu ne evdir? Mən sənə dedim ev alacağım, sən burada təzdən ev qurmuşsan. Bəs mən gedirəm sənə ev almaq, bu yersiz hərəkətlərdə axı. Talih, bəyəxları özün demədin ki, evi qur. Sənə ev alası olmadım. Da indi səndən zaravat eləmək olmur. İndiki bacanaqlarla zaravat eləmək olmur. Bu da ya. Əlim qoy. Buyur. Qismət, mən sənə ev almağına alıram. Amma təzə bir şərtim də var. Mən razı, mən razı, mən razı. Aman nətər deyim mən. İstəmirsən, istəmə. Amma mən şərtimi deyirəm. Xətrinə də dəyməsin. Sən ata familiyasında yesən, yoxsa başqa familiyaya keçmirsən? Yox, bizdə hamı ata familiyasında. Sizdə hamı ata familiyasındadır, amma sən yəni nəslinizdə yenilik eləyəcəksən. Çünki ata familiyasından çıxıb qaynanamız Ceyran xanımın familiyasına girəcəksən. Yox, Talih mənim. Əmələ gələn söhbət deyil. Əmələ gəlmir, ev yox. Yox. Bax, sən əli xeyri yazın. Ha, buyur. Talih mənim, sizdən qalaq mən 3 dəfə diz çöküb Ceyran xalıya yalvarmışam ki, familiyanı mənə ver. Razı oldum. Əgər razı sahibiysənsə, mən kəlli razı. Yaxşı qısmət, mən gedim sənə ev alım, sonra gəlanda Ceyran xanımı razı salaram. Yaxşı mı? Sən də bu ev eşiğini sök. Başla. Hava biraz soyuqdur. Soyuqda inansız gecəm, mən 3 dərəcə şaxta boyu donmuşam. Elə mi? Hə, də pencək yemək lazımdır. Görün sarışqada çıxsam. Hə, pencəyə bastı. Hə, pencəyə bastı. Hə, bağışlayayım. Nə varsan? Bağışlayayım. Aday dünyasını götürürüm kısa ya her şey bir şey. Ya dedim dünyasını götürürüm. Aday yaxşı da. Virajır da. Yaraşır ayıq. Qapına yaxşı mıdır? Buraları yaxşıdır. Başla. Məhəmməd! Al orada. Sağ ol qardaş, xoş gəlmisən Abbas. Nə yaxşı? Sağ ol. Hə, Məhəmməd, bu Leyliklə elçilərimi göndərirəm. Hə, təbrik eləm, təbrik eləm. Sağ ol. İstəyirəm sənə də bir hörmətli adam kimi. Hə? Nə deyirsən? Yox? Ha, böyük məmnuniyyətlə qardaş, məhəbbət həmişə hörmətli olur. Məhəbbət həmişə hörmətli qonaqlar arasında ən hörmətlisi olur. Çünki məhəbbət sözündə 2 dənə bu hərf var. Elə belə oğlanda məhəbbət. Mənim gözümdə böyük məmnuniyyətlə iştirak eləyərəm. Özdə, yəni qızın atası bilir. Lap yaxşı. Hə, qorxu verəm, ha, qəşəng iştirak elə. Hə, məhəbbət heç nədən qorxmur. Məhəbbət 9 ay anasının qarnında qaranlıqda qaldı, heç nədən qorxmadı. Qaranlıqdan qorxmadı. Sən buradan bura mənə qalxın dədəsindən qorxursan. Problem yoxdur, gedərəm necə lazım canla başında iştirak edərəm. Onda Məhəbbət, bu indi hamı mənə köməkçim bir işqalaq qarabqa salır birində. Deyirəm bəlkə sənə bir qəşəng 50 manatlıq tort alasan, lap 70 manatlıq. Sən də gələsən. Şey vereyim. Sən mənə bunu niyə dünən demirdin? Dünən gedərdik də elçidə. Pulun hamısını incəni gözünün qabağında verdim ki, geçsin Kamaza versin. Pul qalmadı, niyə? Bəlkə gələndə ver qalsın. Ha? Qardaşımsan, saxla da elçiliyini saxla, qaşmıra. Mən nə düzüb qoşub 50 martını elçiliyini. Onu belə eləyək də Məhəbbət. Səncə gəlmə. Niyə? Çünki həmin maşında yer yoxdur. Həm qız evi deyib ki, çox adam çağırıb kimlik eləmə. Həm də istəyirəm ki, elçiliyimdə hörmətli adamlar olsun. Mən nə bax arzu ilə Ceyran xalıya deyirəm ki, mənim sözüm birdir. Siz mənim sözümü dəyişdirib şeyləşdirsiniz. Hayır, sən şıxəlinin nəbəssəni, şıxəlinin. Elə mən də onu deyirəm də, mən şıxəli deyiləm, mənim zaftam var. Ay qardaş, bir deyən görüm. Mən səni başa düşə bilmirəm, ay qardaş. Mən ola, sən gedib arvadımın bacısına ev alırsan, hə? Yadında da o vaxt Kamran anından təzə olmuşdu ya. Kamran. Ceyran xalı bir gələskən idi ki, uşağı alıb gətirmədi. Uşağı qucağında yatızdırırdın, Amma mən neylədim? Mən bacı dönmüş. Gedib öz çeyizlik Madonna sürməz
oğlumu başının qədrini bilmirsən. O Kalyaskan Ceyran xala almamışdı ki, ay mama indi. Belə... Ne Ceyran xala almışdı? Görürsən deyir Ceyran xala. Ceyran xala. Ceyran kurortundan, pudrasından, kraskasından qalır. Nəvəsinə kalyas qalandı, yox bir maşın alır. Başa, nisbət çortma biri mən deyə bilirəm ki, Məsih mənim oğlum Kamranı heç almayıb. Həmişə də Ceyran xala deyəndə sənin bacın Məsih Kamranı heç almayıb. Mən təsdiqləmişəm. Onlar mənim uşağıma kalyas qalmayıb. Mən niyə onları varım? Nisbət Bu gecə çox şanslıyım. Həm qumarda... Qismət! Bəli, Talih müəllim. Bu da yeni şərtdir. Hər şərtsat nədir? O vaxt Kamran anıdan olanda, bir dənə kalyaska almadınız. Xeyirdir mən sənə varıram. Çivası be? Evi qurum. Qur, qutardı. Pencere de lazım değil, kalsın özüne bir pencere ev alayım ha. Çivası be, çort babiri. Qismət, qurma. Talih sənin tayın deyil. Talih sözünün üstündə duran adam. Mən? Talih bilirsən necə kürəkəndir. Bilirəm. Sözünün zaptası var. Hayda. Talih dediğin eləyən adam. Hayda. Bax Talih dedisə, alacam. Deməli alacaq. Mən elə belə olanı pencəmdir, ha, pencəmdir belə də. Elədir. Sən nə deyirsən? Başda. Qismət, pencə sıfatına çıpbağı şərti. Ceyran xala! Allah. İndi də makleri eləyib qızına ev aldırırsan. Düşüşmədi. Nə olub az yenə? Sənədlər notarius bəstinin əlindən keçmir, hə? Talih bir dəqiqə bağışla. Zəhmət olmasa pencə... Nə deyir bu? Bir dəqiqə dayanın. Biriniz dersiniz alın, biriniz dersiniz alın kutarında mı söhbət? Biriniz notarius dersiniz, biriniz makler dersiniz. Öz aranızda söhbət həll eləyin, Qismət. Söhbət qutarına kimi pencə məndə zalog qalır. Qutar nə bu söhbətdir? Talih bəs, evi qurum, qurmuyum. Hələlik qur. Sən bilirsən nə sən? Etibar halda qaldı. Geçdi mi? Tamam. Ayda bu, nədir? Bu çobanı gətirdim sürücü elə. Etibar. Alo? Etibar hardasan? Hardasan Etibar? Pridurk! Sərdə sən evdə gözləmirəm. Sənin başını lüka soxmasam, mənə də Talih müəllim deməsinlər Etibar. Kəs səsiki sözmüşsün söz demə, səsiki kəs! Talih! Gedək. Hara gedək? Sən telefonunda dişimin dibindən çıxan dedim, dəyəsən ağıllanmadın ha sən? Mənə? Açılcan gələm sən. İndi sən Etibar, pridurksun sən orada. Sən telefonun ne? Etibar müəllim sən mən. Alo? Etibar müəllim çox özür istəyirəm, biraz anlaşım ama. Ne pridurk kadına, mən Rus dilini bilmeyen adamım, ben pridurk ne? Yok Etibar müəllim, ne gelirsən, ne kurbanım, ne söhbət var ki burada, sən anlaşım ama. Əlaqı saxlayarıq. Sən mən başımı lüka soxdun, səni ağırdan tapmışam mən. Düş qabağıma gedək. Talih müəllim. Deyirəm heç bir demirsən ki, xeyirli olsun, can sağlığıyla işlədəsən. Nəyi? Şallağı da. O ne irsən? Bilirsən də mən maşını şallaqsız sürən bilirəm axı. Elə mi? Yaxşı olmadı mən söz deyirəm. Belə tuturlar mı? Belə, Səminət, belə dur. Düz deyirsən, sən maşını şallaqsız sürən bitir. Bak sana sakla görüm hele. Ha bunlar hareketin ben hoşuma geldi değil mi? Ne oldu? Bu ne? Nasıl değil? Çok yalan kurtaracağım ben. Ama yüzecek gerek. Şay göz diyecek.
Ya pis sürmeysen. Ben de kalkacaklar. Sayısta yaptılar. Kalsınlar. Elçiliğe gelmiştiysen o sözlerinden yapıştım. Başta görek Rahim müəllim, daha elçiliğe gelmişsiniz. Bir iki kəlmə atalar sözlərindən deyək. Deyir, qulaq sizdən, naushnik bizdən. Atalar ne diyeyim bana? Deyir, ayak sakallar. Ben de biraz sakallıyım terasın. Kaş sizden, sirkesi de bizden. Bilek sizdən, nahiblik də bizdən. Ne bizden? Naushnik. Bir daha o. Naushnik. Dağ bizden, dağ geçsi sizden. Adam da tort yer. Tortu yiyin, tortu yiyin. Əgər sakal deyirəm, oradan bir say gətirsinlər, bir şikalat karokasına bir şirin. Hava değil o. Kendileri çay geliyor. Bu çay gelsin, bu çay. Kimde iki çay gelmez. Say gelsin, torta girişe ya. Mən başa düşmədim az. Mənim anamı təkləmişsən? Sen ananı təkləmək olar. Sen anan üç başlı eşbahı yok şire. Günahların hamısı səndədir Arzu. Qismətə ev almağı sən bunların beyninə salmışsan. Yoxsa bunlar hardan bilirlər mənim qardaşımın cibindəki pullarını sayını, hə? Talih anası ölmüş. Öz doğma bacısı dura. İndi ya da ev alacaq. O nə deməkdir ki? Məsi Talihin bacısıdır, Vəfa da mənim bacımdır da. Az Məsi, sənin kənddə evin var da, ged o evi saat, gəl buradan ev al da. Daha nə düşmüsən üstümüzə? Vəfa! Yaxşı. Az, bura baxayım, onu demirəm, bura xəlmi görüm. Az Vəfa, sesi aşağı sal, ha? Az qardaşımın pullarını saydınız, qutardınız. Hindi də keçmişsən, mənim var dövlətimi hesablamağa. Məni əsəbləşdirməyin ha. Onu bilin ki, mənim beynim çönəndə gözüm qaynanamdan başqa heç kimi görmür ha. Ay qismət əsəbləşməyin, davlinin qalxacaq. Xeyri yoxdur, bu dəqiqə bu evi dağıdacağım. Ay qismət. Otur. Sakit ol. Otur. Neyim etcəyir axı, sən əsəbləşdirir, mən də dözəm. Ay qismət. Səni... Yaxşı. Artıq onu deməyəcəm, bir diyan görüm. Sən mənim beynimi çörmə ya. Mənə də məsi deyərlər. Səni parça eləyərəm ha. Mən ölmüşəm bəyəm, sən mənim ərimi parça eləyəsən. Nə sanırsa həyasızlıq var? Sən gələn bütün bina səndən danışır. Səsin götürüb aləmi besindən qışqırdır. Az kimdən danışır bu kız? Kimdən danışır? Kimdən danışacaq səndən? Az mənim neyimə danışır? Göz qabağıdır. Gül kimi qızam. Ay mama, mənim yadımdan çıxıb, mən ha vaxt qismətinizin cırıq-cırıq eləməliydi. Yenə sənin başın üstünə hücum çəkirlər. Dövüş çəkilək maşınımı, nə yesən sən? Ayağını söz qoymana bax. Başa düşmədim, el çəkilirəm ki. Mənim maşınımdır ya, necə yan edəcək? Ha, onda belə deyim, nə qədər mənim maşınımdır. Ne baksan ha? Gördün muhabbet nari bir sıfatını kırağıyla da. Kimden sana bağımdan biraz belki. Ha? Ha bunlar içmiyor, yemek yemezler. Ha,
tamam. Kardeş, mənə baxın görüm. Bu oğlan deyin görüm nəçidir, nə çarədir, nə isin şabidir, nəylə məşğul olur. Qardaş, oğlan mənim qardaşımdır. Tərifləmək kimi çıxmasın. Dəyərsiz özlərini dartırlar. Oğlanın 2 dənə dəyişək şalvarı var. Mobil telefonu var onun. Mənlə işləyir bir yerdə. Düzdür, şəkil çəkəni yoxdur, bax hamısı bilir. Amma düz 3 gün zaryatkanı saxlayır. Saxlayır, hə. Yaxşı telefon. Yaxşı saxlayır. Yaxşı köyəcəm. İnan, mənim ömür boyu arzum olub. Ömür boyu arzum olub, mənim arkada dişim qızıl olsun. Oğlan arkada bir dişi qızıl. Müəllim. Əsas müəllim hansın? Hə, sizsiz, değil mi? Müəllim. Əmiyəm, əmi. Əmi sizsiz, hə. Əmi. İnansız. Abbas elə oğlandı ki, heç kimə heç vaxt ehtiyac olmuyor, heç kimi də ağzı açmıyor. Açmıyor, yox. İlmiyən bax bu dəqiqəyə kimi. O daşı metrodan keçəndə öz kartından istifadə edir. Bir nəfəri deməz gəlir mənə deyəm. Özü öz kartından yəni belə dostoyla oğlan da. Oğlanların oğlanı da bax. Yaxşı, atasan, nə deyirsən? Bilirsən, bunların birinə sonuna baxıram. Elə gözüm su içmir, amma neynim, qızla oğlan birbirini sevir. Ona görə qırıla-qırıla qalmışam. Saqqal. Deyirəm bu dəyəsiz çay dəyəsin, bu şokolad karabkasını alsaq. Abi dur. Karabka dəymiyor da dəymiyor. Bu hədiyyədir. Gəlmənə şərək. Yaxşı, icazə verirəm, asın şokolatı. Hadi xeyirli olsun, xeyrət olasın, xeyrət olasın. Xeyirli olsun, xoşbəxt olun. Əhməd polis, Əhməd polis. Ağzına dişinin elliyi. Teymur müəllim. Ağzına şokoladı. Saqqal, gələ icazə verməzdin. Ağzına şirin elliyi. Bu qəhdi ki. Bu qəhdi ki, hə? Ya bu qəhdi ki. Bura baxın, səhərdən də sizin bu gic-gic hərəkətlərinizə dözüb dayanmışıq. Durun basın bari, hə? Ərəncən hərəkət edir, meyvə bir iki dənə yedin, verdin yedik də. Bir deyil, müəllim düz deyil. Dura basaq bayra, dura. Basaq bayra. Bunlar qardaş, bunlarla basaq bayra. Hadi gel ne isten elinle. Hadi gel. Hadi de veriniz ha. Məhəbbət Ali'nin yenəcimi bayra basmayın. Açıldı, hepsi açıldı. Mançı! Ay mançı! Hala, gecən xeyrə qalsın. Ay Talih müəllim, yaxşı ki gəldiniz, çıxdınız. Bunlar bayaqdan bir-birlərini qırırlar. İstədim polisə zəng eləyim, sizə zəng elədim. Ne oldu Bay Talih? Maşını vurmuşam. Oy, anan ölməsin ay Talih. Bana, barmaşına bir şey olmayıb ki. Ay mama, heç onun yeri değil. Ay qardaş, başkasının başını vurmuşsan. Əşi, yox, stolpiya vurmuşam. İndi sakitləşdiniz. 130 minlik maşın əziyyəzi oldu. Aldımı bir ev bacıma, bir ev bacanağıma. Bir şey olmamış evdə qırğın salır, sevin bərişatı qaçır. Mehribançılıq olmayan evdə bərişat olar. Düzəlin da. Talih. Hə. Burnum zaten kanamadı ki. Yox, qanamadı qız. Ha şükür. Deyirəm, burnum qanasa, qəstıma qanzat düşərdi. Sən evvel astırırsan, pencəyə çıxart. İnşallah pencək, tutarmıyor. Sizin bir çıxacağınız var, o da çıxdı, indi sakitləşin.
Hə, bir də maşın zad vurmamışam, özüm yalan elə deyirdim ki, evdə mehribançılıq olsun, sən çünki tanrı.